sizə. Başqa bir gözəl şad xəbər verim sizə. Deməli, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, qəşəng bir xəbər verim sizə. Çeçenistan rəhbəri Ramzan Kadyrov qaçır. Yəni qaçır deyəndə Çeçenistan rəhbəri Ramzan Kadyrov istefa ərizəsini yazdı, Putinin qabağına qoydu. Qoydu yox, qoydurdu. Bu günləri Ramazan Kadyrov, Çeçenistan rəhbəri, mənim xəstəliyimlə əlaqədar görevimi yerinə yetirə bilmirəm. Gənclərin önünü açmağa çalışıram. Gənclər işləsin. Əlbəttə ki, 18-16 yaş, 17 yaşında oğlunu qoyacaq çox güman ki, öz yerinə. Bu da gülməli bir söhbətdir. Çeçenistan rəhbəri artıq ümumiyyətcə Rusiyanı tərk eləmək istəyir ərazilərini və istefa ərizəsini qoydu Putinin qabağına. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, Çeçenistanın rəhbəri Ramzan Kadyrovun da atasını Putin öldürüb, İlham Əliyevin də atasını Putinə bağlı qüvvələr öldürüb. Uzun sözün qısası, dəyərli həmvətənlərim, şad xəbərlərdən biri Ramzan Kadyrov artıq istefa ərizəsini yazdı. Bu nədən xəbər verir? Bu ondan xəbər verir ki, Putinin sonudur. Və buradan deyirəm, Putinin sirrini bilən 5 adamdan, bəlkə də çox dedim, yox olsun 5 adamdan. Birincisi İlham Əliyevdir. Əlbəttə Narışkin zad ola bilər, Medvedev Narışkin, Şayqu ola bilər, dostudur. Üstəlik Şayqunun özü deyir, cindar, cadugardır. Biri İlham olsa da, yəni o 5 nəfərdən biri Ramzan Kadyrovdur. Mən onun yaşadacaqlarına inanmıram. Və o bir simvol idi. Ramzan Kadyrov. O simvol gedəndən sonra istəyir onun oğlu qalsın, qızı qalsın, fərq eləmir, devlətin başında xaos bürüyəcək. Ramzan Kadyrov yadınızdadırmı? 1-2 ay bundan qabaq Çinə zada müraciət eləmişdi, Çinə. Özünə yer axtarırdı, dəyərli həmvətənlərim. İndi isə bu Ramzan Kadyrovun ərizə verməsi, bu da bir şad xəbər. Başqa bir şad xəbər var, amma bunun detallarını sabah sizə çatdıracağam. Mehriban Əliyeva çox ağır xəstəliyə tutulubdur. Dünən də hansısa bir xanım da demək olmur. Hansısa kralın arvadıdır, qızıdır, nə bilim, nə idi, kraliçasıdır. Onunla görüşəndə gördünüz, mən onun sifətini başında qoydum efirə. Kim idi o? Kraldır. Mehriban kimlə şəkil çəkdirmişdi? Mərakeşin kraliçasından şəkil çəkdirmişdi. Mən dünən qoydum efirə. Nə gündə idi Mehriban? Yəni, transa oxşur birbaşa. Yəni, Mehriban Əliyeva indi aldığım bir mənbədən, Azərbaycanda da içərdən aldığım mənbədən, dəyərli həmvətən, Mehriban Əliyeva ağır ölümcül xəstəliyə tutuldu. Mən əslində belə düşünmürəm. Zaten İlhamın xərçəngi olduğu nələr deyilirdi. Amma ağır ölümcül xəstəlik. Bunlar qaçacaqlar. Qaçandan da sonra 5 ay, 3 aydan sonra bəs ölümcülüymüş, öldü uje, didizdirəcəklər. Sonları gəlib qadan alim. Sonları gəlib. Hamısı ölümcül xəstəliyə tutulacaq. İlham Əliyev də bir gün 9 maya getməməsi üçün ağır xəstələndi. Güya xəstələndi. Nəysə, gəlin sizə şad, gözəl xəbərləri versin Qabil Türkoğlu. Hazırsınızsa başladıq. Dəyərli həmvətənlərim,